Bəzən smartfonumuzun qalereyasında o qədər lazımsız fotolar olur ki, tək-tək silmək üçün günlərlə vaxt tələb olunur və ən pisi bir fotodan 20 dənə çəkməyimiz telefonda yaddaş problemləri yaradır. Mən isə bunu etməyin Tinder tətbiqi kimi sağa və ya sola sürüşdürərək silə biləcəyiniz ən əyləncəli metodunu izah edəcəm. Bunun üçün App Store və ya Play Store tətbiq mağazalarından birinə daxil olub, axtarış qisminə Sponge Gallery yazaraq ekranda gördüyünüz tətbiqi smartfonunuza quraşdırmaq lazımdır. Tətbiqi quraşdırdıqdan sonra daxil olaraq bütün icazələri verib Start Cleaning sözünə klik edirik. Daha sonra tətbiq bizə müxtəlif fotoları aylar üzrə kateqoriyalar şəklində təqdim etməyə başlayır. Mən hər hansı bir tarixə daxil olub silmək istədiyim şəkilləri sola, saxlamaq istədiyim şəkilləri isə ekranın sağına doğru sürüşdürürəm. Eynilə Tinder tətbiqində bəyəndiyimiz və ya bəyənmədiyimiz şəxsləri sağa və ya sola sürüşdürmək kimi. Əgər yanlışlıqla sildiyiniz fotonu geri qaytarmaq istəsəz, aşağıdakı Undo düyməsinə toxuna və ya fotonu silib-silməmək barəsində qərarsız qalsaz skipə toxunaraq ötürə bilərsiniz. Sürüşdürmə prosesini bitirdikdən sonra tətbiq bizə Decide Later və Delete seçimlərini təqdim edir. Yəni sonra qərar ver və ya sil. Mən Delete sözünə toxunaraq seçdiyim fotoların silinməsini istəyirəm. Beləliklə qalereyamızda olan lazımsız fotolardan tez və əyləncəli bir metodla qurtulmuş oluruq. Bu videonu isə hələ də sənin foto arxivini qoruyub saxlayan dostuna göndərməyi unutma. Bəlkə də bəyənmədiyin fotoları bu metodla silər. Azerselin təqdimatında daha çox texnoloji məlumatlardan xəbərdar olmaq üçün isə səhifəmizi izləmədə qalın.